Salam dəyərli izləyicilər. Biz Çınar TV kanalı olaraq bu günləri Şəmkir rayonun Sinanlı qəsəbəsindəyik və şəhid Etibar Həsənovun ailəsindəyik. Gəlmişik Lalə xanımın yanına. Gəlməkdə məqsədimiz odur ki, bildiyiniz kimi şəhidin adını daşıyan bir sayı tam orta məktəb 35 ilə yaxındır ki, bərbad gündədir. Nə polu var, nə pəncərəsi var, nə qapısı var. Yəni çox bərbad gündədir. Və arıca bir ildən çoxdur ki, məktəb bağlanıb, təmirdən bağlanıb və şagirdlər Seyfəli məktəbinə göndərilib, orada dərs keçirlər və təmirdən bağlı dəfələrlə söz verirlər. Hələ də heç bir nəticə yoxdur, dəfələrlə məktublar gəlir, hələ də heç bir nəticə yoxdur. Və bildiyimiz kimi yenə məktublar gəldi sizə bu məktəbin təminlə bağlı. Nə yazırlar orada? Bəli. Eləyəcək, düzələcək, hələ düzələcək. Düzəlmək yoxdur amma. Nəticəsini görmürəm. Məktublar gəlməyinə bax. Məktublar darbadar gəlir. Amma nəticəsini görmürəm. Göstərə bilərsiniz bir dənə zəhmət olmasa, izləyicilərə baxardı məktublar. Məktublar göstərir Lalə xanım. Elə. Bəli. Deməli dəyərli, bax gördüyünüz kimi məktublar gəlir. İkinci məktub da var. Deməli, amma hələ heç bir nəticə yoxdur. Yox. 2023-dən bəri söz verirlər ki, təmir olunacaq. 2026-dır, hələ heç bir nəticə yoxdur. Və onunla bağlı da dəfələrlə deyirlər ki, şagirdlərə bu illəri tətilə bağlanacaq, təmir olunacaq, amma nəticə yoxdur. Bu Yekəlte məktəbinin uşaqları hərə bir diyara düşür. Yəni çox çətin çəkirlər də onunla bağlı. Bəli, çətinlik çəkirlər. Uşaqlar ayrı məktəblərə, ayrı kəndlərə, məktəblərə gedirlər, yazdıqları. Aydındır. Bizə də məlumat verir o vaxtda, çünki uşaqlar nə qədər pul ödürlər avtobuslara, marşrutlara, maşın tuturlar uşaqların gedib gəlmək üçün. Çox çətinlik çəkirlər və bununla bağlı dəfələrlə məlumat verib ki, məktəb təmir olunacaq, amma hələ heç bir nəticə yoxdur. Və biz də Çınar TV kamerası olaraq hər zaman çalışırıq ki, mübarizəmizi davam etdirək. İnşallah şəhidimizin adını daşıyan məktəb ümid edirik ki, yaxın zamanlara düzələcək. Axırıncı səfər nə vaxt məlumat veriblər? Bura gəliblərmi? Məktəblə bağlı. Çünki biz bildiyimiz üçün axırıncı səfər bu yaxınlara gəliblər, məktəbə baş keçiblər. Birinci nəfə gəldi, nə olsun? Nəticəsini görürlər. Amma hal-hazırda heç bir təmirlə bağlı iş getmir. Aydındır. Və bundan xahiş edirik dəyərli izləyicilər. Bizim kanala abunə olun, videonu bəyənin, paylaşın. Yəni mübarizəmiz davam edir. Təhsil Naziri də ümid edirəm ki, inşallah bu işə yaxşı baxacaqdır. Məktəb bağlanıb, bir ildən çoxdur, amma təmirlə bağlı heç bir iş getmir. Ünvan da Şəmkir rayon Çınarlı qəsəbəsi bir sayı tam orta məktəbdir. Şəhid Etibar Həsənov adına məktəbdir. Başqa nə sözünüz var Lalə xanım? Başqa bir sözüm bizə məktəb. Bizə məktəbin təmir olunmağıdır. Başqa sözüm yoxdur. Bu boyda uzatdıqları bəstədə gecikdirməsinlər. Aydındır. İnşallah ümid edirəm bu məsələdə öz həllini tapar. Amin. Yenə də mübarizəmiz davam edir. Allah eləsin. Sağ olun. Çox sağ olun ki, bizi qəbul ediniz. Təşəkkürlər.